Salamlayıram sizi, əziz bacılarım, qardaşlarım. Hər birinizi xoş gördük. Bu həftənin əvvəli istəyirdim ki, vəzə hazırlaşım, amma bilmirdim ki, nə haqda vəz edəcəm. Və dua edirdim, vəz mövzusu axtarırdım. Bir neçə mövzularım var əslində. Onları nəzərdən keçirtdim, onlara nəzər yetirdim. Gördüm, yox, ürəyim istəmir o haqda vəz edim. Və hətta yaxınlaşdım həyat yoldaşıma. Dedim, bu həftə nə haqda danışım? Sən nə istəyərsən, nə haqda vəz edim? O da bir mövzu demədi. Dedi, bilmirəm, özün bilərsən. Və yenə başladım dua etməyə, Rəbdən vəz mövzusu istəməyə. Və bir qardaşımız var, hər gün mənə müqəddəs kitabdan ayələr göndərir. Və mən onu səhər-səhər həmişə açıram, oxuyuram. Və elə oldu ki, ikinci gün idi. Səhər durdum ki, o yenə həmişəki kimi ayə göndərib müqəddəs kəlamdan və açdım, oxudum, o ayələr mənə çox təsir elədi. Və qərar verdim ki, məhz o ayələr haqqında vəzə hazırlaşım. Və vəzə hazırlaşırdım, həftə ərzində vəzə hazırlaşırdım. Sonra dedim ki, görüm bazar günü, təsadüfən öyrəndim ki, bazar günü ayın 8-idir və 8 martlı Qadınlar günüdür. Məhz mənim vəzim də qadınlar haqqındadır. Və bu bir təsadüf deyildi. Sadəcə bunu mən ikinci gündən seçmişdim. Amma bildim ki, sonradan bildim ki, 8 mart bazar gününə düşür və mənim də vəzim qadınlar haqqındadır. Və buna görə, bacılar, sizi təbrik eləyirəm. Rəbb hər birinizi bərəkətləsin. Rəbb hər birinizi gözəl yaradıb. Hər biriniz çox dəyərli və qiymətlisiniz. Bizim üçün sözün əsl mənasında gözəlsiniz, dəyərlisiniz və qiymətlisiniz. Ümumiyyətlə, bütün kişilər üçün qadın ana kimi gözəldir, bacı kimi gözəldir, həyat yoldaşı kimi gözəldir, qız kimi gözəldir. Ona görə müqəddəs kitaba baxanda biz görərik ki, Allah qadını necə yaratdı. Allah qadını necə yaratdığını qısa olaraq istəyirəm sizə danışım. Allah gördü ki, kişinin tək olması yaxşı deyil. Bu söz, bu vəziyyət, bu situasiya bu gün də qüvvədədir. Bu gün də kişinin tək olması yaxşı deyil. Və o kişi bu həyatda normal yaşaya bilmir. Və eləcə də Adəmin də tək olması Allah gördü yaxşı deyil. Ona görə Həvvanı yaratdı və Həvvanı Adəmin yanına gətirəndən sonra Adəm onu gördü və ona bu adı qoydu. Həvva adını qoydu. Adəm qoydu ona adını. Allah qoymadı. Adəm ona Həvva adını qoydu. Həvva sözünün mənası həyat verən, canlılıq gətirən deməkdir. Bəli, həqiqətən də bu belədir. Hansı evdə qadın varsa, o evdə həyat var, o evdə canlılıq var. Hansı evə, ailəyə qadın gəlirsə, qadın varsa, orada canlılıq var, orada həyat var, yaşam var. Və arzum budur ki, Rəbb heç bir kişini anasız, qızsız, həyat yoldaşısız, bacısız qoymasın. Amin. Rəbb sizləri qorusun. Bir daha hər birinizi təbrik eləyirəm. Və mövzum bayaq dedim qadınlar haqqında. İndi müqəddəs kitabdan bir ayə oxuyacağam. Oxumamışdan qabaq qısa bir fikri də deyim. Əziz bacılarım, qardaşlarım, Allah biz insanları elə yaradıb ki, biz qulluq edək. Biz ibadət edək. Bizim yaradılış tərzimiz, yaradılış xüsusiyyətimiz, sanki belə deyim, genimiz elə qurulub ki, biz ibadət etməliyik. Yəni, bizi yaradana biz ibadət etməliyik. Amma insanlar yaradanı tapmadıqda, yaradanı tanımadıqda nəyə olsa ibadət edirlər. Yəni, elə bir insan yoxdur ki, o özü bilsə də, bilməsə də qulluq etməsin. İnsan var, həqiqi Allaha qulluq edir. İnsan var, pula qulluq edir. İnsan var, hansısa bir insana qulluq edir. İnsan var, ağaca, daşa, qəbrə qulluq edir. İnsan var, vara, dövlətə qulluq edir. Nəyəsə insan əyilir, əyilməlidir də. Çünki bizim yaradılışımız belədir. Amma yaxşı olardı ki, biz insanlar, bütün insanlar bizi yaradan, bizim əsl sahibimiz olan Rəbbimizə, Tanrımıza, Allahımıza ibadət və qulluq edək. Çünki insan həqiqi Allaha, onu yaradan Allaha qulluq edəndə o xoşbəxt və rahat olur. Bugün də
xidmətdən, qulluqdan danışacağıq və istəyərdim müqəddəs kitabdan Luka müjdəsi 8-ci fəsil 1-ci ayədən 3-cü ayəyə kimi oxuyaq. Gəlin bir yerdə bu ayələri oxuyaq. Bu hadisələrdən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı və Allahın padşahlığını vəz edərək müjdəni yayırdı. 12 şagird onunla birgə idi. Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxildən 7 cin çıxmış Məcdəlli adlanan Məryəm, Hirodun eşik ağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə ona xidmət edirdilər. Amin. Fikir verin, bu ayələrdə nə yazılıb? Bu ayələr bizə nə deyir? İsa Məsih nə edirdi? Biz 1-ci ayədən görürük ki, müqəddəs kəlamın bu hissəsi bizə deyir ki, İsa Məsih şagirdləri ilə şəhərləri və kəndləri gəzməyə başladı və gəzib müjdəni yayırdı. İsa Məsih bununla şagirdlərinə bir nümunə qoyurdu ki, mən indi İsrailin şəhərlərini sizinlə gəzirəm, dolaşıram, müjdəni yayıram. Amma vaxt gələcək ki, siz bütün dünyanı dolaşacaqsınız, müjdəni yayacaqsınız, Allahın sözünü bəyan edəcəksiniz. Bilirsiniz, Hakimlər kitabında qadınlar demişkən, Hakimlər kitabında Devora adlı bir qadın peyğəmbər olub. Bilirsiniz, onun çox gözəl bir peyğəmbərlik sözü var. Deyir ki, orada Rəbbin zəfərlərindən, İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək. Yəni, hər yerdə. Hər yerdə Allah İsraildə nələr edib, Allah öz övladları üçün nələr edib, bunlar bəyan olunacaq. Bunu Devora hələ İsa Məsihdən neçə min il qabaq demişdi. Bu peyğəmbərliyi o qadın Devora vasitəsilə məhz Allah söyləmişdi. Və eləcə də həqiqətən elə olur. İsa Məsih göyə qalxandan sonra onun şagirdləri başlayırlar bütün dünyanı müjdələməyə. Və elə Devora peyğəmbər demişkən, bugün burada oxuduğum bu qadınlar haqqında danışacağam. Hansı qadınlardan danışacağam? İsa Məsihə xidmət edən qadınlardan. Başlayaq Məcdəli Məryəmdən. Bu ayələrdə deyilir ki, Məcdəlli Məryəm. Bu qadın kim idi? İsa'ya qulluq edirdi. Həmişə onun yanındaydı. Məcdəlli Məryəm İsa'nın çarmıxının yanında dayanmışdı. İsa diriləndə ilk olaraq Məcdəlli Məryəmə görsənmişdi. İsa'nın dirilməsini ilk olaraq həvarilərə çatdıran Məcdəlli Məryəm idi. İndi hamımız bildiyi bu qadın kim idi? Və sonra bu hansı Məryəm idi? Biz bu haqda müxtəlif fikirlər var, müxtəlif teoloqların hərəsi bir fikir deyir, amma dəqiq məlumat deyil. Bəziləri deyirlər ki, bu qadın İsa'nın ayaqlarını yuyub göz yaşları ilə, saçları ilə qurulayan Məryəmdir. Bəziləri deyirlər ki, bu Lazarın bacısı Məryəmdir, amma bunların heç birisi dəqiq deyil. Bu haqda dəqiq məlumat yoxdur. Biz ancaq onu bilirik ki, dəqiq məlumat ancaq budur ki, müqəddəs kəlamda deyilir ki, İsa Məsih bu qadının daxilindən 7 cin çıxartmışdı və bu Məcdəlli Məryəm idi. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, İsa Məsih Məcdəlli Məryəmi o 7 cindən azad edəndən sonra Məryəm həyatını Rəbbə həsr etdi. Məryəm bütün həyatını İsa Məsihə verdi. O başladı ona qulluq etməyə. O başladı ona ibadət etməyə. Nəyi var idisə onunla ona xidmət etməyə başladı. Bu çox vacibdir. Allah bizi xilas edib. Allah bizim həyatımızı dəyişib. Allah bizə istədiklərimizi verib, verir, verəcək də. Verməsə belə qardaşım dediyi kimi. Biz ona xidmət edirikmi? Biz ona qulluq edirikmi? Biz ona həyatımızı həsr etmişikmi? Nəyin var bugün? Nəyin var onunla Rəbbə xidmət edirsənmi? Edirikmi? Yoxsa oturub Rəbdən nə isə gözləyirik, bu olsun sonra, bunu edim sonra, bu həyatımda yerinə yetsin, sonra başlayacam. Yoxsa beləmi düşünürük? Yox, bu qadınlar
Müqəddəs kitab deyir ki, bu qadınlar nələri var idisə, onunla da Rəbbə xidmət edədilər. Bu gün nəyin varsa, onunla da başla. Onunla da başla xidmət eləməyə. Və əgər etmirsənsə, etməmisənsə, əziz bacım, əziz qardaşım, gec deyil. Gəl, bugün həyatını ver Rəbbə. Rəbb səni gözləyir. Rəbb bizim ona xidmətimizi, ona qulluğumuzu, ona ibadətimizi bizdən gözləyir. Amin. Və müqəddəs kəlamda oxuyuruq ki, İsa Məsih, bayaq danışdıq bu haqda, Məcdəlli Məryəm üçün nə etmişdi? Ondan 7 dənə cin çıxartmışdı. Bu dəhşətli bir vəziyyətdir. Bu dəhşətli bir xəstəlikdir ki, bu xəstəliyi heç bir həkim sağalda bilməz. Heç bir təbibdə bunun əlacı yoxdur. Bu bir ruhani döyüşdür. Bu bir ruhani müharibədir ki, bunu da ancaq və ancaq İsa Məsih edə bilər ki, bu iblisin cinləri idi ki, o qadına girmişdi. İblisdə bu səlahiyyət, bu qüdrət də var ki, insanlardan cinləri qovmağa qadir idi, çünki o Allah idi. Amin. Və çox maraqlıdır. Mən bayaq dedim ki, vəzimin əvvəlində, Allah qadınları gözəl yaradıb. Amma əziz bacılarım, iblis sizi məhv etmək istəyir. İblis nəinki sizi, bütün dünyada olan qadınları məhv etmək istəyir. Çünki iblis qadınları sevmir. Çünki Allah qadınları gözəl yaradı. Və Adəm onlara həyat verən, canlılıq gətirən adını qoyub. Fikir verin, dünya yaranandan bu günə kimi iblis müxtəlif vasitələrlə qadınları məhv eləməyə çalışır. Falçılıqla, əxlaqsızlıqla, zinakarlıqla, zorakılıqla və müxtəlif variantlarla, əziyyətlərlə, haqların əlindən almaqla bütün dövrlərdə qadınlar əziyyət çəkiblər. Qadınlar zülm çəkiblər, haqları olmayıb, ondan sonra sözlərini deyə bilməyiblər, hörmətləri olmayıb, əziyyət çəkiblər ta bu günə kimi. Bunu bilirsiniz edən nədir? Bunu edən iblisdir. İblis istəyir ki, qadının kökünü kəssin. İblis istəyir ki, bütün qadınları bu dünyadan yox etsin. Amma Allah qoruyur. Allah qoruyur qadınları. Çünki Allah onları, Allah sizi gözəl yaradıbdır. Və 7 cin Məcdəlli Məryəmi məhv edirdi. Həyatını qaraltmışdı. Ömrün günün çürütmüşdü. Amma İsa onu azad etdi. Bugün sənin rahatlığın, bugün sənin sevincin, bugün sənin azadlığın yoxdursa, xoşbəxtliyin yoxdursa, gəl İsa Məsihin yanına. O səni də azad edə bilər. O səni də xoşbəxt edə bilər. O səni də qurtara bilər. O sənə də şəfa verə bilər. O səni də sevindirib rahatlığa, gözəllik diyarına çıxarda bilər. Amin. Sonra hansı qadın İsa Məsihlə idi? Müqəddəs kəlam deyir. Yoxanna. Və bu adın mənası Allah mərhəmətlidir, lütfkardır və bağışlayandır deməkdir. Yoxanna adının mənası. Yoxanna kim idi? İsa Məsih çarmıxda öləndən sonra bu qadın səhər tezdən ətirli maddə götürüb qəbrin yanına gəlir. Və qəbrin daşının açıldığını görür. Bax, bu Yoxanna idi. Mələklər qadınlarla danışanda Yoxanna da oradaydı. Məcdəlli Məryəm həvarilərə İsa Məsihin dirilməsini deyəndə Yoxanna da onun yanındaydı. Və kəlam bizə deyir ki, Yoxanna haqqında. Yoxanna Hirodun eşik ağası Xuzanın arvadı idi. Bilirsiniz, eşik ağa nə deməkdir? Çox işlənmir bu bizim Azərbaycan leksikonunda. Eşik ağa sözü vəzifəli şəxsin yeməklərinə, süfrəsinə və evindəki işçilərə nəzarət edən şəxs idi. Yəni o adam birbaşa cavabdeh idi Hirodun bütün yeməklərinə, pişirilməsinə, alınmasına, Hirodun evinin təmizlənməsinə, qulluqçuların hamısının böyüyü nəzarətçisi idi. Təsəvvür edin, bu balaca bir vəzifə deyildi. Bu padşahın birbaşa yeməyini nəzarət edən şəxs idi. Təmizliyinə, evinin təmizliyinə nəzarət edən vəzifəli bir şəxsin arvadı idi bu Yoxanna. Və bilirsiniz kəlam nə deyir? Onlar bütün əmlakları ilə Rəbbə xidmət edirdilər. Bilirsiniz, mən bu vaazı hazırlayanda nə fikirləşdim? İsa Məsih və onun 12 şagirdinin demək olar ki, yeməklərinin çoxsunu bəlkə də Yoxanna verirmiş. Hirodun yeməklərindən. Təşkil edirmiş bu insanları, İsa Məsih və onun şagirdlərini ki, narahat olmayın, mənim
həyat yoldaşım elə bir vəzifədə işləyir ki, onun əlində çoxlu yeməklər var. Siz ac qalmazsınız. Və bu qadın nəyi var idisə, onunla da İsa Məsihə xidmət edirdi. Və çox maraqlıdır. Hirod bilirsiniz kim idi? Hirod o idi ki, Yəhyanın başını kəsdirmişdi. Hirod o Hirod idi ki, İsa Məsihi öldürmək istəyirdi. Bir gün gəlib İsa Məsihə deyirlər ki, çıx get bu şəhərdən. Çünki padşah Hirod səni öldürmək istəyir. İsa Məsih bilirsiniz nə deyir? Deyir, gedin o tülküyə deyin ki, mən tezliklə işlərimi bitirəcəm, amma onun evi viran qalacaq. Təsəvvür edirsiniz, bu Hirod və onun yeməyinin, işçilərinin böyüyü, eşik ağası olan Xuzanın arvadı Yoxanna İsa Məsihin şagirdidir. Və ona əmlakı ilə, var dövləti ilə, nəyi varsa onunla qulluq edir, ibadət edir. Bu qadın qorxmurdu ki, onun ərini işdən çıxarda bilərlər. Yoxanna qorxmurdu İsa Məsihə qulluq etməkdən. Qorxmurdu ki, bir gün Hirod onun ərini öldürə bilər. Nəinki işdən çıxarmaq üçün. Mən İsa Məsihi öldürmək istəyirəm. O mənim sevmirəm onu. Sən Xuza, arvadın onun yanındadır. Ona qulluq edir. Mənim yeməklərimdən ona aparır verir. Yoxanna bundan qorxmurdu, əziz bacılarım. O deyirdi, nə olur olsun. Mən İsa'nın ardınca gedəcəm. Və hətta öz əmlakı ilə ona görə qorxma. Qorxma Rəbbə qulluq etməkdən. Qorxma ki, səni işdən çıxardarlar. Qorxma ki, İsa Məsihə iman etsən, həyat yoldaşı işdən çıxardarlar. Qorxma. Hər şeyə qadir olan Allah. Bir də demək istəyirəm, hər şeyə qadir olan Allah səni və həyat yoldaşını, balalarını dolandırmağa, yedizdirməyə, geyindirməyə, saxlamağa, qorumağa qadirdir. Bizi dolandıran iş deyil, pul deyil, bizi dolandıran Allahdır. Necə ki, Yoxanna qorxmurdu əri Xuzanın Hirod tərəfindən öldürülməsinə, işdən qovulmasına, çarmıxa çəkilməsinə. O dövrdə ən qəddar ölümlərdən biri idi çarmıxa çəkilmək. Və belə bir qəddar padşahın, vəzifəli işçisinin həyat yoldaşı İsa Məsihə həyatını həsr etmişdi. Sonra Şoşanna. Bu adın mənası zambaq çiçəyi, təmizlik və gözəllik mənasındadır. Bu qadın da həyatını İsa Məsihə həsr etmişdi. Bu qadın da İsa Məsihin ardınca gedirdi. Bu qadın da Məcdəlli Məryəm kimi, Yoxanna kimi həmişə İsa Məsihin yanındaydı. Onun sözlərini dinləyirdi, ona qulluq edirdi, şagirdlərə köməklik edirdi. Əlindən gələn nə bacarırdısa, onu edirdi. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, biz düşünə bilərik ki, mən necə ibadət edim? Mən nə ilə ibadət edim? Rəşad qardaş vəz edir, ilahi oxuyur. Mən nə edim? Nə bacarırsan onu da et. Nəyin var onunla da Rəbbə qulluq et. Nəyi edə bilirsən onu et. Nəyi sevirsən onu et. Dua elə, Rəbdən istə, ya Rəbb, mən sənə necə xidmət edə bilərəm? Mənə hansı qabiliyyətlər vermirsən? Məndən necə istifadə etmək istəyirsən? Məni harada görmək istəyirsən? Mənim nə etməmi istəyirsən? Mənim hara getməmi istəyirsən? Məni sən yönləndir, ya Rəbb. Mən sənə xidmət etmək istəyirəm. Sən istə, biz istəyək. Allah mütləq verəcək. Sevdiyini verəcək sənə. Məcburiyyətli yox. İstəmədiyini yox. Yetər ki, istə. Allaha xidmət elə. Çünki vəzimin əvvəlində dediyim kimi, əziz bacılarım, qardaşlarım, Allah bizi elə yaradıb ki, biz ibadət etməliyik. Ya Allaha, ya da şeytana. Ya bir bütə, ya insana, nəyəsə, əgər Allaha ibadət etmiriksə, demək bunlardan birinə ibadət edirik. Mütləq. Çünki insan ibadətsiz qala bilmir. Amma Rəbb istəyir ki, o bizə xeyir dua versin. Rəbb istəyir ki, bizim həyatımız xeyir dualı olsun. Çünki müqəddəs kitabda biz görürük ki, insanların bir çoxu başladığı xidməti yarımçıq qoyurlar. Başladığı xidməti dayandırırlar. Rəbdən uzaqlaşırlar. Və müqəddəs kəlam deyir ki, Rəbbin işini yarımçıq qoyanın üzərinə lənət gəlir. Allah bizi yaradıb ki, bizi lənətləsin. Allah bizi yaradıb ki, biz lənətli olaq. Xeyr. Allah bizi yaradıb ki, biz xeyir dualı olaq. Bizə xeyir dua versin. Və sonda Yeşu Peyğəmbərin kitabından
bir ayəni oxumaq istəyirəm. 24-cü fəsil 14-cü 15-ci ayəni oxumaq istəyirəm. Və burada Yeşu belə deyir. Deyir, ona görə də Rəbdən qorxun. Səmimiyyətlə və sədaqətlə ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın. Yalnız Rəbbə qulluq edin. Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlara mı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarına mı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcəyik. Ona görə gəlin bu gün qərar verək. Gəlin bu gün Allahla bir əhd bağlayaq. Allaha söz verək. Allaha ibadət etmək üçün, qulluq etmək üçün qərar verək və başlayaq Allaha qulluq etməyə. Amin. Rəbb bu işdə hər birinizə bol xeyir dua versin. Amin.